Zahir Mahir kimdir? Adı qardaşımdır, mənim heç kimimdir. Heç kimin. Adı qardaş. Adı qardaş. Adı qardaşdır. Doğma qardaşlarıdır. Allah qardaş. akbar. Allah akbar. Vallahi bir yani Zahir Mahir doğma qardaşlarıdır. Görürlər, gecə izləyirlər. Necə ki o qardaşların əlindən. Bax mən deyirdim ki sizə, mən sizə deyəndə ki insanlara bəzən deyirdilər onun kimi var. Niyə çadırda? Mən deyirdim ki gör necə adamların əlindən bezib ki o. Gör nə vəziyyət oldu, çadırda yaşayıb. O boş yerə çadıra girməz. Heç kim boş yerə hər şeyini ata, o vəziyyətdə gəlib çadıra girməz. Gör nə vəziyyətdir ki, gör nə vəziyyətdir ki. O qardaşın əlindən gəlib bura girir və qardaş bu gün burada gəlib burada görür. Burada mənə rahatçılıq vermir. Xalqın eşidin bilin mənə burada rahatçılıq vermir. Öldürməklə ədəliyir. Yəni mənim buradan balam özümüzə də görüşəm bir ki mənim öz qeyrəti hərəkətlər eləyir. Məlumat ver də onlar. O şaf dediğini eşittin. Bəli, eşitdim. Onu hansı edir? Zahir Mahir. Bu zahir eləyir. Zahir edir. Gör nə hərəkət. Yəni kim öyrədir onu? Yəni bu and olsun Allah dəhşət bir şey. Saxlasın, diləndirir, alır əlindən yerir, yersin. Məni heç olmaz, məndən yaxın gəlin, mən ətrafıma pırlanmasın. Məndən uzaq dursun, balamdan uzaq dursun. Mənə o içində hadisə başıma gələndən sonra uşağım mənim qanı görüb qorxubdu. İndi özünə gəlir mənim balam. Heç olmaz mənim. Deməli bu evdə olanda da bunun başına hadisə gəlib bıçaqlayıb. Bıçaqlanıb, bıçaqlayıb atıblar evdən. Uşağım görüb dəli olub. Heç olmaz mənim burada da rahatçılıq verginə. Alıb saxlayıblar və ana ev qanca dolub. Ana o evdən çıxıbdı. Gəlib burada çadırda qalır və hal-hazırda da hadisə necə baş verir? Çadırda hal-hazırda gecələr gəlir, biz gedəndən sonra pusurlar. Zahir Mahir kənd tanıyır onları. Hamı tanıyır ha. Həqiqətən kənd tanıyır.